mübarək bayram münasibəti ilə hamınızı təbrik edirəm. Allah bu bayramı bizə mübarək eləsin. Allah gələn günlərimizi keçən günlərimizdən xeyirli, faydalı eləsin inşallah. Çox gözəl bir bayramdır və təəssüflər olsun ki, hər il bayram gələndə bu mövzu səngimir ki, dinin buna münasibəti necədir, İslamın buna münasibəti necədir. Bir dəstə də radikal insanlar var ki, onlar milli olan, insani olan hər şeyə cihad elan ediblər. Novruzu da bir şirk əlaməti kimi təqdim edirlər, bütpərəstlik əlaməti kimi təqdim edirlər və işlərin güclərini atıb bu kimi ayinlərimizlə, adət-ənənələrimizlə mübarizə aparırlar. Bu barədə mən bugün danışmayacağım. Bu yaxında bir müsahibə də vermişdim. Burada biraz fikir elə bil ki, düzgün anlaşılmamışdı ki, mənim dilimdən belədir ki, Novruz İslam bayramıdır. Novruz İslam bayramı